Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytac Həsənova. Bugün sizlərə 3-cü sinif riyaziyyat dərsliyindən növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, bizim onlayn hazırlıq qruplarımıza qeydiyyat davam edir. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq bizim hazırlıq qruplarımıza qoşula bilərsiniz. Hazırlıq qruplarımızın üstünlüyü ondan ibarətdir ki, sizə 100% əminliklə deyirik ki, övladınız hər bir mövzunu xırda detallarına qədər mənimsəyəcək. Bununla yanaşı möhkəmləndirmə tapşırıqları və əlavə vəsaitlərdən də testlər işləniləcək. Həmçinin mövzu sınaqları və aylıq sınaqlar da təşkil olunacaq ki, bu sınaqların nəticələri də valideynlərlə bölüşülür və siz artıq bilirsiniz ki, sizin övladınız həmin mövzunu hansı səviyyədə mənimsəyib. İndi isə keçək mövzumuzun izahına. Bugünkü mövzumuz üçün rəqəmli ədədlərin toplanması və yeni yüzlük yaranan halda 3 rəqəmlər ədədləri toplayarkən diqqət etməli olduğumuz bir məqam odur ki, biz alt-alta toplayarkən çalışırıq ki, təklik-təkliyin altında, onluq-onluğun və yüzlük mərtəbəsinin altında doğru şəkildə yazılsın. Nümunə üçün mən buraya yazacağım bir dənəsini. Tutalım ki, 375 üstə gəl 72. 5-in üstə 2 gəlirəm. Baxın, təklik mərtəbəsi, onluq və yüzlük mərtəbəsi. 5-in üstə 2 gəlirəm 7. 7-nin üstə 7 gəldim 14. 4 yazıram. 1 onluq ağlımdadır. 3, bir də yadımda saxladığımı da üstə gəlirəm 4. Bir başqasını yoxlayaq. Məsələn, yazıram 835 üstə gəl 73. Yazıram ki, 5-in üstə 3 gəlirəm 8, 3-ün üstə 7 gəlirəm 10, 0 yazıram 1 yüzlük yadımızda, axı bir onluq yadımızda, daha doğrusu. Onluq tamamlandı, birini yadımızda saxlayırıq, 8 üstə də 1 gəlirik, 9, 70 olacaq. İndi isə gəlin tapşırıqların icrasına baxaq. Cəmi tapın. Burada toplamadır, qısacası. Bir dəqiqə açılsın. Aha. 2-nin üstə 0 gəldim 2, 9-un üstə 5 gəldim 14, 4 yazıram 1 onluq yadımızda, 3 üstə də 1 gəlirəm 4. 7-nin üstə 1 gəldim 8, 9-un üstə 6 gəlirəm 15, 5-i yazıram 1 yadımızda, 3 üstə gəl 2, bir də üstə gəlirik 6 etmiş olur. 1-in üstə 8 gəldim 9, 5-in üstə 8 gəlirəm 13, 3 yazıram 1 yadımızdadır. 6 üstə də 1 gəldim 7, 3-ün üstə 3 gəlirəm 6, 9-un üstə 7 gəlirəm 16, 6 yazıram. Yadımızda saxladığımız bir onluğu yüzlük mərtəbəsində qeyd edirik. 6-nın üstə 1 gəldim 7 və yadımızda saxladığımız biri də üstə gəlirəm 8. 8-in üstə 1 9, 8-in üstə 3 gəlirəm 11, 1 yazıram 1 yadımızda, 4 üstə də 1 gəldim 5. 5-in üstə 4 gəlirəm 9, 8-in üstə 8 gəlirəm 16, 6 yazıram 1 yadımızda, 8-in üstə 1 gəlirəm 9. 0-ın üstə 5 gəldim 5, 7-nin üstə 6 gəldim 13, 3 yazıram 1 yadımızda, 5-in üstə də 1 gəldim 6, 1 də yadımızdaydı 7. Keçirik ikinci. Deyir, cəmi tapın və bir neçəsini ədəd oxunda təsvir edin. 3-ün üstə 2 gəldim 5, 5-in üstə 6 gəldim 11. Bəzən iki rəqəmli ədədləri toplayanda yüzlük yarana bilir. Bu necə olur? Mən sizə bunu izah edeyim. Baxın, məsələn, yazıram 82 üstə gəl 78. 2-nin üstə 8 gələndə 10 eləyir. 0 yazıram 1 yadımızda. 8-in üstə 7 gəlirəm 15, 15-in də üstə 1 gəlirəm 16. Artıq burada 100-ü keçirik. Yəni, axırıncı nəyi toplayırıqsa, həmin ədədi bütöv şəkildə yazırıq. Çünki buradan sonra bir mərtəbə yoxdur ki, biz 6-nı yazaq, bir yadımızda saxlayaq. Məsələn, 63 üstə gəl 46. 6-nın üstə 3 gəldim 9, 6-nın üstə 4 gəldim 10. Və artıq yüzlük yarandı, yüzlük tamam oldu. Keçirik. 5-in üstə 4 gəldim 9, 9-un üstə 5 gəldim 14.
Yenə yüzlük tamamlandı və keçirik növbəti. 2-nin üstə 7 gəldim. 9, 8-in üstə 6 gəldim. 14. 4-ün üstə 0 gəldim. 4, 9-un üstə 8 gəldim. 17. 1-in üstə 2 gəldim. 3, 6-nın üstə 4 gəldim. 10. 2-nin üstə 2 gəldim. 4, 8-in üstə 7 gəldim. 15. 3-ün üstə 5, 8, 8-in üstə 3, 11. 1-in üstə 0, 1, 5-in üstə 5, 10. 6-nın üstə 2, 8, 6-nın üstə 6, 12. 1 dəqiqə uşaqlar. Keçirik indi növbəti. Boş xanadakı rəqəmləri müəyyən edin. 8-in üstə 1 gələndə nə edir? 9. 6-nın üstə 1 gəldim. 7. 9-un üstə 8 gəlsəm 17 edir. 7 yazırıq 1 yadda. 1 üstə də o yadımızda saxladığımızı gəlirik. Olur 2. 3-ün üstə 6 gəlsəm 9 eləyir. 5-in üstə 9 gəlirəm. 14, 4 yazıram. 1 yadımızda. 1-in üstə 4, 5 eləyər. 1-in üstə 5 gəldim. 6, 4-ün üstə 6 gəlirəm. 10, 0 yazırıq. 1 yadımızda. 1-in də üstə 2 gəlirəm. 3, 3-ün də üstə 3 gəlirəm. 6. 5-in üstə 4, 9, 8-in üstə 3, 11. 1 yazırıq. 1 yadımızda. 7 üstə də 1 gələndə 8 etmiş olacaq. 8 üstə gəl 1, 9. 5 üstə gəl 5, 10. 0 yazırıq 1 yadımızda. 4-ün üstə 1 gəldik 5. Üstə də 2 gəldik 7. 2-nin üstə 2 gəldim 4. 6-nın üstə 7 gəldim 13. 3 yazıram 1 yadda. 3-ün üstə 1 gəldim 4. Üstə də 1 gəldim 5. Belə. İndi isə keçirik məsələ 4-ə. Deməli, nömrə 4. Görək nə deyir. Heyvanlar aləmi kitabı 64 səhifə. Yazırıq. Heyvanlar 64 səhifə. Kəşflər kitabı isə bundan 80 səhifə çoxdur. Kəşflər kitabı bundan 80 səhifə çox. Deyir, iki kitabın birlikdə neçə səhifəsi var? Əvvəlcə biz nə etməliyik? Tapmalıyıq ki, görək kəşflər kitabı neçə səhifədir. Yazırıq. Bizdən cəmini soruşur. Cəmi də ki, biz bilmirik. Sual işarəsi ilə işarələyirik. Həlli. Əvvəlcə gəlin görək kəşflər kitabı neçə səhifədir. 64. Bundan 80 səhifədə çox deyirsə, üstə gələcək 80. Olacaq 144 səhifədə kəşflər kitabı. Deməli, kəşflər kitabı neçə səhifə oldu? 144 səhifə. İndi yenidən yazırıq. Heyvanlar kitabı neçə səhifə idi? 64. Kəşflər kitabı da 144 səhifə oldu. İndi deyir ki, iki kitab birlikdə cəmi nə qədər olar? Əgər iki kitabı birlikdə soruşursa, biz o zaman bu ikisini nə etməliyik? Toplamalıyıq. O zaman eləyəcək 208 səhifə. Yazırıq cavab 208 səhifə. Keçirik növbəti tapşırığa. Deyir, Anar qərara gəldi ki, hər gün ən azı 900 addım atsın. O cümə günü günortaya qədər 430, günortadan sonra isə 490 addım atdı. Anar cümə günü hədəfinə çatdımı? Deməli, bir gün ərzində hədəf nə qədər idi? 900 addım yazırıq. Hədəf 900 addım. Cümə günü günortaya qədər nə qədər atıb? Günortaya qədər 430 addım. Günortadan sonra isə 490 addım atıb. Gəlin görək. Cümə günü nə qədər addım atıb? Yazaq həlli. Neyniyərik? 490 üstə gəl 430.
eləyəcək 0. 9-un üstə 3 gəldim. 12. 2 yazırıq bir yadımızda. 4 üstə gəl 4, 8. Bir də yadda 9. Hədəf 900 idi. Amma bu 920 addım atıb. Yəni 920 çıxılsın 900 bərabərdir 20 addım artıq. Yəni və yaxud da belə də yaza bilərik. 920 böyükdür 900-dən. Deməli, cavab hədəfə neyniyib? Çatıb. Hədəfə çatıb. Keçirik növbəti səhifəyə. Məsələ və misallar. Deyir ki, hesablayın. Baxırıq. Deməli, 251 üstə gəl 24. 251 üstə gəl 24 eləyəcək 5, 7, 275. 548 üstə gəl 238. Siz bunu alt-alta da hesablaya bilərsiniz. 8 ilə 8-i, 4 ilə 3-ü, 5 ilə də 2-ni toplayıram mən. Siz amma alt-alta toplayıb daha rahat hesablaya bilərsiniz. 8-in üstə 8 gəldim 16, 6 yazıram. 1 yadda, 4-ün üstə 3 gəlirəm. 7, 1 də yadımdaydı 8. 5-in üstə 2 gəldim 7. 103 üstə gəl 742. 3-ün üstə 2 gəldim 5, 0-ın üstə 4, 4, 1-in üstə 7, 8 edər. 62 üstə gəl 81 eləyəcək 143. 641 üstə gəl 317 eləyər 1-in üstə 7, 8, 4-ün üstə 1, 5, 6-ın üstə 3, 9. Daha sonra 875 üstə gəl 41 eləyəcək 5-in üstə 1, 6, 7-in üstə 4, 11, 1 yazırıq 1 yadda. 8, 1 də yadda 9. Daha sonra 468 üstə gəl 7 eləyəcək neçə? 468-in üstə 7 gələndə 475. 542 üstə gəl 65. 2-nin üstə 5 gəldim 7. 4-ün üstə 6 gəldim 10. 0 yazırıq 1 yadda. 5, 1 də yadda 6 eləyər. 509. Gəlin bunları alt-alta hesablayaq. 436. 9-un üstə 6 gəldim 15. 5 yazıram 1 yadda. 3 üstə də 1 gəldim 4. 5-in üstə 4, 9. 683 üstə gəl 146. 3-ün üstə 6 gəldim 9. 8-in üstə 4, 12, 2 yazıram 1 yadda. 6-nın da üstə 2 gələndə eləyəcək 7. Belə. Keçirik növbəti. Mən burada nəyisə ədəd oxunda təsvir eləmədim. Keçib getmişəm. Qoy burada bir neçəsini mən təsvir eləyim. Məsələn, tutalım ki, çəkirəm ədəd oxunu. Tutalım, burada 115 almışıq. Bu olsun 100. Bu olsun 110. Bu olsun 105. Bu olsun 115. Bu olsun 120. Biz 115-i təsvir eləməliyik. 1, 2, 3, 4. Belə. 115 deməli olacaq. Baxın bu nöqtə. Bu formada belə çəkib ədəd oxunda təsvir edə bilərsiniz. Mən onu unutub keçmişəm üstündən. Üzürlü sayın. Keçirik növbəti. Misal 2. Cəmi tapın. Toplama əməlinin bir neçəsini ədəd oxunda təsvir edin. İndi burada ədəd oxunu gördüm. O yadıma düşdü. 142 üstə gəl 6 eləyəcək 148. Çəkirik ədəd oxumuzu. Səliqəli olmasa da. Deməli, yazırıq 140, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, bu da 150. Deməli, 148 bura olacaq. 148. Daha sonra keçirik növbəti. 235 üstə gəl 12 eləyəcək. Deməli, 7, 4, 247. 247-ni təsvir eləməliyik. 240, 41, 42, 43, 44, 45,
Biraz böyük eləyək. 46, 47, 48, 49, bu da 50. Bu 250 olacaq. 245, 46, 47 də bura olmuş olacaq. Keçirik növbəti 158 üstə gəl 134. 8-in üstə 4 gəldim 12, 2 yazıram 1 yadda. 5-in üstə 3 gəldim 8, 1 də yadda 9, 1-in üstə 1, 2 etmiş olur. 292-ni təsvir eləyirik. 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 300. Deməli 292 olacaq bu. Belə bu formada təsvir eləyə bilərsiniz. Bir neçəsini dedim, mən 3-ünü yazdım. 473 üstə gəl 42 olacaq. 3-ün üstə 2, 5, 7-in üstə 4, 11. 1 yazırıq, 1 yada 4, 1 də yadda 5. Daha sonra 391 üstə gəl 253. 1-in üstə 3 gəldim 4, 9-un üstə 5 gəldim 14, 4 yazırıq 1 yada, 3-ün üstə 2 gəldim 5, 1 də yadda 6, 575 üstə gəl 333, 5-in üstə 3 gəldim 8, 7-in üstə 3 gəldim 10, 0 yazırıq 1 yadda, 5-in üstə 3 gəldim 8, 1 də yadda 9 etmiş olacaq. Keçirik növbəti. Uyğun ədədi tapın. 324 və 125 ədədlərinin cəmindən 122 vahid böyük ədəd. Baxın, burada 2 etaplıdır. Deməli, 2 addımlı deyək biz buna. Birinci biz yazmalı 324 üstə gəl 125. 4-ün üstə 5 gəldim 9. 2-nin üstə 2 gəldim 4. 3-ün üstə 1 gəldim 4. 449 elədi. Deyir, bunların cəmindən, yəni 449-dan 122 vahid böyük ədəd. 9-un üstə 2 gəldim 11. 4-ün üstə 2 gəldim 6. 1 də yadda 7. 4-ün də üstə 1 gəldim 5. Keçirib B-yə. 348 ədədindən 223 vahid böyük ədəd. 8-in üstə 3 gəldim 11. 1 yazıram 1 yadda. 4-ün üstə 2 gəldim 6. 1 də yadda 7. 3-ün də üstə 2 gəldim 5 eləyər. Və 571 ilə deyir ki, 74-ün cəmini tapın. 1-in üstə 4 gəldim 5. 7-in üstə 7 gəldim 14. 4 yazırıq 1 yadda, 5, 1 də yadda 6 etmiş olur. C-yə baxırıq. 95 ədədi ilə 42-dən 251 vahid böyük ədədin cəmini tapın. Əvvəlcə biz nə etməliyik? 251 ilə 42-ni toplayırıq. Çünki deyir 42-dən 251 vahid böyük olan ədəd budur. 251-in üstə 42 gələndə 1-in üstə 2 gəldim 3, 5-in üstə 4 gəldim 9, 2-nin də özü. Və daha sonra deyir ki, 95 ilə bunların cəmini toplayın. Bunların cəmi 293 plus 95 toplayırıq. 3-ün üstə 5 gəldim 8, 9-un üstə 9, 18, 2, 1 də yadda 3 etmiş olacaq. Keçirik növbəti çalışmaya. Hesablayın və ulduzun yerinə müqayisə işarələrindən uyğun olanı müəyyən edin. 216 üstə gəl 421 cavab eləyəcək. Deməli 7, 3, 6, 637. Burada da 8-in üstə 6 gəldim 14. 4 yazıram 1 yadda. 1 üstə gəl 1, 2, 1 də yadda 3. 3-ün də üstə 2 gəldiyində 5 eləyir. 637 böyükdür 534-dən. Daha sonra 4-ün üstə 2 gəldim 6. 7-in üstə 8 gəldim 15, 5 yazıram 1 yadımdadır. 2-nin üstə 2 gəldim 4, 1 də ağlımda 5. Daha sonra 9-un üstə 7 gəldim 16, 6 yazıram 1 yadda. 8-in üstə 0 gəldim 8, 1 də yadda 9 və 5-in də özünü yazıram. Burada da 556 kiçikdir 596-dan. Daha sonra 6-ın üstə 5 gəldim 11, 1 yazdım 1 yadımda. 5-in üstə 2 gəldim 7, 1 də yadımda 8. 4-ün üstə 3 gəldim 7. 3-ün üstə 9 gəldim 12. 2 yazıram 1 yadımda. 2-nin üstə 5, 7, 1 də yadımda 8. 2-nin üstə 5, bu da eləyər 7. 781, 782-dən kiçik olacaq. Keçirik növbəti. Şəkildə zooparkın planı verilib.
Uşaqlar şirlərin qəfəsindən, buradan qartalların yanına, daha sonra akvariumların yanına getməyi istədilər. Bunun üçün onlar cəmi neçə metr yol getməlidir? Baxın, uşaqlar, buradan bura qədər olan məsafə nə qədərdir? 123 yazırıq şirlərdən, şirlər və qartallar arası məsafə 123 metrdir. Qartallardan akvariuma qədər isə qartallar akvariuma qədər 214 metrdir. İndi bunlar ayrı-ayrılıqda bu qədərdir, düzdür? İndi bizə bütöv bunun hamısını soruşur. Baxın, mavi ilə də göstərim mən sizə. Bütöv indi bu yolun hamısını soruşur bizdən. Mavini işarələyirəm. Burada. Bu yolun hamısını soruşur. Yəni, buradan bura qədər olan məsafə nə qədərdir? Baxın, onu istəyir bizdən. O zaman biz nə edəcəyik? Yazırıq ki, həlli hər iki yolu toplayırıq. 123 metr, üstə gəl 214 metr. Bu da eləyər 3-ün üstə 4, 7, 2-nin üstə 1, 3, 2-nin üstə 1, 3 eləyər 337 metr. Yazırıq cavab. Uşaqlar 337 metr yol getməlidirlər. Keçirik növbəti məsələyə. Deyir ki, atası Lalə və qardaşına velosiped almaq üçün 275 manat xərcləməyi nəzərdə tutmuşdu. Bu məbləğ uşaqların seçdikləri velosipedləri almağa deyir çatarmı? Baxırıq ki, Lalənin velosipedi neçəyədir? 105 manat. Qardaşı da 156 manat. Gəlin əvvəlcə görək ikisinin velosipedi bir yerdə nə qədər eləyir. 105 üstə gəl 156 eləyəcək 261 manat. Atanın nə qədər pulu var idi? 275 manat. 275 böyüdü 261-dən. Deməli, atanın neyniyər? Pulu çatar. Keçirik növbəti məsələ. Deyir ki, bəs yük maşını sentyabr ayında 367 litr, sentyabrda nə qədər? 367 litr. Oktyabr ayında isə bundan 52 litr çox benzin işlədib. Çox yanacaq işlədib. Yük maşını deyir 2 ayda cəmi nə qədər yanacaq işlədib. Yazırıq ki, bizdən cəmini soruşur. Cəmini də biz bilmirik. Əvvəlcə biz oktyabr ayını hesablamalıyıq. Oktyabr. Sentyabrda nə qədər idi? 367. Bundan 52 litr çox deyirsə üstə gəlirik. 7-ün üstə 2 gəldim, 9, 6-ın üstə 5 gəldim. 11, 1 yazırıq. 1 yadda 3, 1 də yadda 4. 419 litr. Daha sonra bizə deyir ki, ikisi bir yerdə nə qədər eləyir? Oktyabrda 367 litr idi. Üstə də 419 litr. Sentyabrda 367 litr idi. Oktyabrda da tapdıq ki, 419 litrdir. Hər ikisini toplayırıq ki, 7-nin üstə 9 gəldim. 16, 6 yazıram 1 yadda. Gəlin, lap sizin üçün alt-alta da hesablayayım ki, daha yaxşı aydın olsun. 7-nin üstə 9 gəldim 16. 6 yazıram 1 yadımda. 6-ın üstə 1 gəlirəm. 7, 1 də yadımda 8. 3-ün də üstə 4 gəldim 7. Deməli, 2 ayda cəmi 786 litr yanacaq işlənib. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi ilə.